Salam əziz və dəyərli müəllimlər. Sertifikasiya sınağı İON testlərinin gəlin izahlarına baxaq. Birinci sualımız choose the correct variant. Düzgün variantı seçin. She is. Yəni təbii ki, he, she, it şəxs əvəzliklərlə işlənilən to be forması is'dir. She is a student, o tələbədir. İkinci sualımız is choose the correct variant. Düzgün variantı seçin. Is my teacher. She is very kind. O mənim müəllimimdir, o çox mehribandır. Yəni buradakı she müəllimin qadın olduğunu göstərir üçün D variantımız düzgün cavabdır. O müəllimdir, o çox mehribandır. D düzgün cavabdır. Üçüncü testimizə baxırıq. This is bag. Əgər isim varsa, deməli yelin asıl forması, yəni my bag işlənməlidir. This is my bag. Bu mənim çantamdır. D variantına baxırıq. Deməli mine, yours, bax, Y variantındakı mine, yours əvəzliklərindən sonra isim gələ bilməz. Me, you isə tamamlıq məqamındadır. You həm də şəxs əvəzliyi kimi işlənə bilər. Ki, burada sahiblik olmalıdır, mənim çantam. Ona görə daha düzgün cavabdır. Dördüncü testə baxır. A book on the table. Stolun üstündə kitab var. Kitab təkdə olduğu üçün there is C variantı düzgün cavabdır. Are, were variantını çıxırıq. Is-yə olmaz, çünki sual cümləsi deyil, sonunda sual görmürük. It is isə burada düzgün deyil, çünki burada var mənası var. Stolun üstündə kitab var. It is quruluşu isə təsvir etmək üçün işlənir, ona görə düz deyil. Məkanı bildirirsə, zeri ziradan istifadə etməliyik. 5-i baxırıq, 5-ci testimizə düzgün variantı seçin. 3 cats, B variantı düzgün cavabdır. Cat isminin cəmlənməsi sonra S şəkilsi artırmaqla düzəlir. Təbii ki, 3 pişik deyilirsə cəmlənməlidir. 3 cats, B düzgün cavabdır. 6-cı testdə bizdən article soruşur. Apple saytla başladığı üçün C variantı düzgün cavabdır. I want to buy an apple. Mən alma almaq istəyirəm. C düzgün cavabdır. 7-ci testə baxırıq. Düzgün zaman formasını soruşur. Everyday sadə zamanlarla işlənir. Is go ümumiyyətlə going yanlış quruluşlardır. Gone da həmçinin. Çünki is going olmalıdır, has gone olmalıdır. Və he ilə 3-cü şəxsin təkində olduğu üçün goes düzgün cavab olacaq. He goes to school every day. O hər gün məktəbə gedir. 8-ci suala baxırıq. You play football. You play. You ilə does olmaz. Are you playing olardı. Is də həmçinin you ilə olmaz. Do you play football? Yəni sən futbol oynayırsan. Zaman göstərici olmadığı üçün yəni biz A variantını seçməyə daha çox üstünlük verəcəyik. Sən futbol oynayırsan. A düzgün cavab. 9-cu testə baxırıq. Bizdən düzgün söz önünü soruşur. The ball is the box. Deməli top qutunun içərisindədir. In the box olacaq. A variantımız düzgün cavabdır. 10-cu testə baxırıq. Bizdən düzgün variantı soruşur. Is my phone, that is yours. Deməli, bu mənim telefonumdur. O isə səninkidir. Deməli, burada this olacaq. This, bu mənim telefonumdur. That is yours. O isə səninkidir. This zaman məkanca yaxın, that isə zaman məkanca uzaq olan ismi ifadə etmək üçün işlənir. 11-ci testə baxırıq. I like. Like-dan sonra to read gələ bilər, ya da reading olmalıdır. Yəni I like-dan sonra gerund da gələ bilər. B variantı düzgün cavabdır burada. Və ya da to read. Yəni to read it yox, to reading yox. Yəni bunlar yanlışdır. Read də olmaz, reads də olmaz. I like to read ola bilər, I like reading. B düzgün cavabdır. 12-ci testə baxırıq. Some. Some bilirik ki, həm sayılan, həm də sayılmayan isimlərlə işlənir. Deməli, bottle olsa, bottle sayıla bildiyi üçün some bottles olardı, yanlışdır. Ona görə B düzgün cavabdır. I have some bottles in my bag. Çantamda çoxlu butulka var. Bir neçə butulka var. Bread sayılmayan isim olduğu üçün cəmlənə bilməz. Rice sayılmayan isim olduğu üçün cəmlənə bilməz. Information isə article-dan işlənə bilməz. Some information ola bilərdi, amma təbii ki, çantamda məlumat var, bu məntiqli olmazdı. Düzgün cavab B variantıdır. 13-cü testdə bizdən düzgün variant soruşur. Homework ilə birləşən bir birləşmə əmələ gətirən feilimiz do'dur. Do your homework. Ev tapşırığını et. D düzgün cavabdır. 14-cü testə baxırıq, bizdən oxşar, yəni sinonimi soruşur. Happy, xoşbəxt, sad, qəmgin. Antonimdir. Angry, qəzəbli, glad, şad, sevincək. Bu da antonimdir. Glad, happy. Hər ikisi şən, xoşbəxt deməkdir. C düzgün cavabdır. Useful, faydalı, patient, səbirli əlaqəsi yoxdur ümumiyyətlə. Tired, yorğun, important, vacib əlaqəsi yoxdur. C düzgün cavabdır. 15-ci testə baxırıq. Choose the correct passive voice. Baxaq. Next year olduğuna görə gələcək zamanı məchul olmalıdır. Gələcək zaman məchul isə will be built. D düzgün cavabdır. Build feili participle to-da builded ola bilməz. Sonra to ilə bitməlidir. Build, built, build şəklində. D düzdür. 16-cı testdə düzgün modal feili seçək. You smoke in this area. Sən bu ərazidə
Çəkə bilməzsən, çünki nəyə görə? Non-smoking zone, yəni burada siqaret çəkilməyən yerdir. You mustn't smoke in this area. Sən bu ərazidə siqaret çəkməməlisən. C düzgün cavabdır. 17-ci testdə bizdən düzgün sayı soruşur. Zero books on the table. 200 saydan sonra gələn isim cəmlənə bilməz. 100 sözü daha doğrusu. Saydan sonra gələn 100, 1000, million sözləri cəmlənə bilmir. A yanlışdır. 200 books B düzgün cavabdır. Stolun üstündə 200 kitab var. 200 of varsa ofdan sonra mütləq determine gəlməli idi. Yəni məsələn Z books olardı, yanlışdır. 100 to ümumiyyətlə qarışıq quruluşdur. 200 olardı və S cəmlənmir sonda. 2 of 100 books, bu da tamamilə yanlış quruluşdur. 200 books olmalıdır. B variantında olduğu kimi. 18-ci testə baxıraq. We heard the children. Deməli, kompleks obyekti here feilindən sonra ya tuzsuz ya da feil sifət 1 işlənir və burada C variantı feil sifət 1 variantı olduğu üçün C düzgün cavabdır. Play də ola bilərdi. We heard the children play happily. C düzdür. 19-cu testə baxırıq. Each of the students düzgün variantı seçirik. Each of cəmsim xəbərimiz təkdə olduğu üçün C variantı düzgün cavabdır. Çünki digərləri hər biri cəmdədir. Each of the student has a locker. Hər bir şagirdin öz çəkməsi var. Çəkməçəsi var, yəni belə deyək. Deməli, 20-ci testə baxırıq. Bizdən opposite, yəni əks mənalı antonim sözləri soruşur. Warm, isti, boiling, qaynar deməkdir. Yaxın mənalıdır. Cold, freezing. Cold, soyuq, freezing çox soyuqdur. Yaxın mənalıdır. Hot, sunny. Hot istidir, sunny günəşlidir. Yəni tam olaraq biz bunları daha doğrusu antonim götürə bilməliyik. Yəni sinonim hardasa uyğun gələ bilər, amma tam da sinonim deyil. Warm, boiling. Warm da isti deməkdir, boiling da qaynar deməkdir. Yaxın mənalıdır. Opposite bizdən əks mənanı soruşduğu üçün mild, mülayim, sıvıya sərtdir. Yer düzgün cavabdır. 21-ci testə baxırıq. Bizdən düzgün frazeoloji feili seçmək tələb olunur. Can you the kid while I go shopping? Mən alışverişə gedən zaman uşaqlara baxa bilərsən. A variantı. Look after qarşısına qala bilərsən. Bring up böyütmək deməkdir. Tərbiyələndirmək deməkdir, məntiqli deyil. Take off soyunmaq deməkdir. Run into rast gəlmək deməkdir. Get along yola getməkdir. Yəni bu da ya da get along'un öhdəsindən gəlmək mənası da var. Yəni heç biri uyğun deyil. Yəni mən alışverişdə olarkən uşaqların qarşısına qala bilərsən. A düzdür. 22-ci testdə bizdən düzgün causative construction istəyir, icbar növ quruluşunu. We will have our documents. Documents cansız olduğuna görə hər feilindən sonra əgər cansız isim gəlirsə feilimiz particle to-da olur. A variantı düzgün cavabdır. Biz sənədlərimizi professional tərcüməçi, mütəxəssis, yəni tərcüməçi tərəfindən tərcümə elətdirəcəyik. Yəni. A düzdür. 23-cü testə baxırıq. No need to worry deyir ki, narahat olmağa ehtiyac yoxdur. Baxın, əgər yoxdur, vardır kimi tərcümə olunursa, demək biz orada zeri haqqında düşünəcəyik. Burada isə A variantı düzgün cavab olacaq. Zeri no need to worry. Narahat olmağa ehtiyac yoxdur. Everything is under control. Hər şey nəzarət altındadır. A düzgün cavabdır. Davam edə 24-cü testdə. The doctor says that if the patient's condition gets any'dən sonra müqayisə dərəcəsi gəlir. Y düzgün cavabdır. Həkim deyir ki, əgər xəstənin vəziyyəti daha da pisləşərsə, he'll have no choice but to operate. Əməliyyat olmaqdan başqa seçimi olmayacaq. Any, no-dur. Bunlardan sonra müqayisə dərəcəsi işləndiyi üçün worse, Y variantı düzgün cavabdır. 25-ci testə baxırıq. When the teacher told him to take his nose out of the book, she meant. Take his nose out of the book-un mənası o deməkdir. Başını kitabdan qaldırmaq, diqqət yetirmək. Close the book and pay attention. Yəni kitabı bağlamaq və diqqət yetirmək. C düzgün cavabdır. 26-cı testdə bizdən düzgün əvəzliyi soruşur. Peter's subject was much more interesting than isimsizdir. Ona görə də his own və yaxud da himself, them düzgün deyil. Deyir ki, Peter'ın mövzusu deməli, your səninkindən daha maraqlıdır və yaxud da mənimkindən daha maraqlıdır. But your posters were better than his. Bax, burada he ola bilməz. Zəndən sonra he ola bilmədiyi üçün deyini çıxırıq. A düzgün cavabdır. Amma deyir, onun posterləri, plakatları səninkindən daha yaxşıdır. A. Hər ikisi pozitiv pronoundur, isimsiz işlənir. 27-ci testə baxırıq. The film düzgün zaman formasını seçmək lazımdır. Yet varsa, deməli, indiki bitmiş zaman və eyni zamanda indiki bitmiş zaman inkar forması olmalıdır. D düzgün cavabdır. The film hasn't started yet. Film hələ başlamayıb. Yet sual və inkar cümlələrində işlənir. Yəni təsdiq cümləsində indiki bitmiş zamanı düzəltmək üçün işlənə bilmir. 28-ci testə baxırıq. Choose a most appropriate variant for the given situation. Verilən situasiyaya ən uyğun cavabı seçək. Your friend has just failed an important exam and is very upset. Sənin dostun indicə çox vacib bir imtahana keçə bilməyib və çox məyusdur.
What do you say to comfort them? Onu rahatlaşdırmaq üçün sən nə deyirsən? I told you not to waste time. Mən sənə dedim ki, vaxtını boş yerə itirmə. Yəni burada hər hansı bir rahatlaşma yoxdur, əksinə qınaq var, tənqid var. You should have studied harder. Sən daha çox çalışmış olmalıydın. Yəni burada da eyni zamanda bir tənqid var. Don't worry, you can try again next time. Deyən, narahat olma, gələn dəfə yenidən yoxlayarsan. Bəli, C variantı düzgün cavabdır. At least I passed mine. Deyir, ən azından mən özümkünü keçdim. Yəni bu onun sinif yoldaşına, daha doğrusu onun dostunu rahatlaşdırmaz axı. Çünki o keçməyib faktik olaraq. This exam wasn't important anyway. İstənilən hər halda bu imtahan vacib deyildi. Yəni bu da təbii ki, məntiqli deyil. İstənilən halda imtahanı keçməyib və məyusdur. Düzgün cavabımız C variantıdır. 29-cu testə baxır, düzgün bağlayıcını seçək. He was busy. He promised to help me. Deyir ki, baxın cümlədə ziddiyyət var. O məşğuldur, o mənə kömək etməyə söz verdi. Demək, ziddiyyət olduğu üçün D düzgün cavab olacaq. Baxmayaraq ki, o məşğul idi, o mənə kömək etməyə söz verdi. Despite-dan sonra isim-ismi birləşmə gəlir, cümlə gəlməz, ziddiyyət bildirən deməli sözünüdür. 30-cu testə baxırıq. Which proverb best fits this situation? Deyir ki, hansı atalar sözü bu vəziyyətə uyğundur? Ən yaxşı uyğun gələn atalar sözü hansıdır? David constantly talks about how he's going to start his own business and become a millionaire. Demək, David müntəzəm olaraq, yəni tez-tez öz biznesinə necə başlayacağını və milyoner olacağı haqqında danışır. He shares big ideas every week. Hər həftə böyük bir ideyalarını, fikirlərini paylaşır. But he never takes any action to make them real. Amma onları reallaşdırmaq üçün heç bir hərəkət etmir. His friends are starting to lose faith in him. Onun dostları ona olan inamı itirməyə başlayır. Yəni inamı itməyə başlayır. Practice makes perfect. Deyir ki, təcrübə mükəmməlləşdirir. Yəni bunun əlaqəsi yoxdur. Money doesn't grow on trees. Pul asanlıqla əldə edilmir. Pul göydən düşmür. Yəni bu da əlaqəsi yoxdur. Action speak louder than words. Bəli, deyir ki, sözlərə deyil, icraata bax. Yəni boş-boş sözləri danışır, amma hərəkətə keçirmir. Ona görə deyir, sözə deyil, əmələ bax. C düzgün cavabdır. Where there is a will, there is a way. Deyir ki, məqsəd varsa, demək bir yolu da var. Və yaxud da insan istəsə, hər şeyi edə bilər. Yəni bu da əlaqəsi yoxdur burada. You can lead a horse to water, but you can't make it drink. Deyir ki, sən kimsinsə şərait yarada bilərsən, amma onu etməyə, o işi görməyə, deyir, məcbur edə bilməzsən. Yəni zorla gözəllik olmaz. Bu da düzgün deyil. C düzdür. 31-ci testdə bizdən səhv variantı soruşur. They got used to the cold weather. Bax, get used-dan sonra ismi birləşmə gələ bilər. Deməli, A düzdür. Vərdiş etmək deməkdir, alışmaq deməkdir. Bir neçə həftədən sonra soyuq havaya onlar vərdiş etdilər. I used to be afraid of jokes, but not anymore. Mən əvvəllər dediklərdən qorxurdum, amma daha yox. Bax, burada used to infinitivlə işlənib düzdür. He is used to speak. Baxın, to be used to-dan sonra ing gəlməli idi, speaking. He is used to speaking in public without notes. Qeydlər aparmadan ictimaiyyət qarşısında danışmağa vərdiş edib. Yəni, he is used to speaking olmalıydı. C düzgün cavabdır. She used to live in Paris before moving to Rome. Romaya köçməzdən əvvəl o Parisdə yaşayardı. Bəli, used-dan sonra used to infinitiv işləm düzdür. I'm getting used to my new job. Get used-dan sonra isim-ismi birləşmə gəlir. Mən get-gedə, yəni yeni işimə alışıram, vərdiş edirəm. Bu da düzdür. C düzgün cavabdır, səhvi soruşduğu üçün. 32-ci testdə bizdən düzgün variant soruşur. Of the information he gave could have been found in any encyclopedia. Onun deyir vermiş olduğu informasiyanın çoxu. İnformasiya sayılmadığı üçün few, many, cəmsi, great many olan hər bir cəmsimlə işlənir. Bir tek much of sayılmayan isim işləndiyi üçün D düzgün cavabdır. Yəni onun verdiyi informasiyanın çoxu ensiklopediyada tapılmış ola bilərdi. D düzgün cavabdır. 33-cü testdə bizdən dialoqu düzgün şəkildə tamamlamaq tələb olunur. Pete, my parents are planning to buy a new house. Mənim valideynlərim yeni ev almağı planlaşdırır. Görək Dick nə deyir ki? Pete deyir ki, they haven't decided yet. Onlar hələ qərara gəlməyiblər. My father and mother work at places. They are very far apart. Mənim deyir atam və anam elə yerlərdə işlərlər ki, onlar çox uzaqdır. So they are trying to settle somewhere in the middle. Ona görə də onlar orta bir yerdə deməli məskən salmağa çalışırlar. Yəni elə bir yer tapmaq istəyirlər ki, hər ikisi üçün də uyğun olsun. Deməli, müəllimlər, burada düzgün cavabımız D variantıdır. Oh, in what area are they looking? Çünki burada deyir ki, mənim valideynlərim yeni ev axtarır və deyir ki, oh, hansı ərazilərdə axtarır? Və Peter deyir ki, onlar hələ qərara gəlməyiblər. Yəni D düzgün cavabdır. A variantına deyir ki, have they decided how much money they wish to spend? Onlar deyir ki, nə qədər pul xərcləməyə qərara gəliblər. Yəni bu zaman Peterin cavabında bu barədə bir məlumat olardı ki, biz bunu görmədik.
A variantı yanlışdır. Really, but they have such a nice house. Nice house. Deyir, doğrudan onların ki belə gözəl evi var. Və o zaman niyə desin ki, onlar hələ qərara gəliblər, məntiqli deyil. What will they do with their old one? Köhnə evlərlə nə edəcəklər? O zaman burada yenə Pitin cavabında burada köhnə evlə bağlı nəsə bir məlumat olardı, yoxdur. Why don't you ask them if you can live in the old one? Əgər köhnə evdə sən yaşaya bilərsənsə, nə üçün deyir, yəni köhnə evdə yaşaya biləcəyini onlardan xahiş etmirsən ya da soruşmursan, bu da uyğun deyil. Deməli, düzgün cavab D variantıdır. Hansı ərazidə evin axtarılması məsələsinə bağlı olduğu üçün D uyğun cavabdır. 34-cü testdə bizdən düzgün variantı soruşur. She talks as if she knew everything. O elə danışır ki, sanki o hər şeyi bilirdi. Hər şeyi bilirdi sanki, yəni burada necə tərzdə adverb clause of manner'dır, B variantıdır. He stayed at home because səbəbi bildirir, A variantıdır. O evdə qaldı, çünki özünü xəstə hiss edirdi, pis hiss edirdi. Also ziddiyyət budaq cümləsidir, C variantı. As it was raining, they went for a walk. Yəni yağış yağmasına baxmayaraq onlar gəzməyə getdi. Demək B, A, C variantımız düzgün cavabdır. 35-ci testdə bizdən düzgün inversiya olmuş variantı soruşur. She had hardly had arrived at the station when the train left. Əgər cümləmizə hardly when varsa, hardly cümlənin əvvəlinə keçməlidir. Bax, C variantı she başlayıbdır, had başlayıb çıxırıq. Had başlayıb çıxırıq. Deməli, cümləmizdə A variantı, C variantı, E variantını çıxırıq. Hardly ilə başlamalıdır və birinci tərəfdə inversiya olmalıdır. Hardly had she arrived at the station when the train left. B düzgün cavabdır. D variantında hardly olan hissənin inversiya olunub, amma üstəlik burada D variantı V-dən sonraki hissə də inversiya olunub, bu yanlışdır. Yəni, yalnız bir hissə inversiya olunur. B düzgün cavabda da hardly olan hissə. 36-cı testdə bizdən düzgün variantı soruşur. Write a boring story. Write də article əvvəl və sonra işlənə bilər, düzdür. A fairly interesting movie. Article feildən əvvəl işlənir, düzdür. Sadəcə tasty juice. Juice sayılmadığı üçün, deməli, sayılan isim olmadığı üçün article işlənə bilməz. Yanlışdır. Quite a smart boy. Article quite'dan sonra işlənir, düzdür. Rather sad news. News sayılmadığı üçün E artiklın işlənməsi yanlışdır. Deməli, 1, 2 və 4. A variantımız düzgün cavabdır. 37-ci testdə düzgün cümləmizi düzgün şəkildə tamamlayaq. He knew he would have to spend many years training. O bilirdi ki, o məşqələrə çox illər sərf etməli olacaqdı. Sərf etməli olacaqdı. Baxın, burada would verb varsa, deməli, digər tərəfdə if past simple quruluşu var. If he was aiming to be successful in the Olympics. Və məna da düzgün cavabdır. Əgər o, olimpiyadada uğurlu olmaq məqsədi varsa, əgər yəni olimpiyadada uğurlu olmaq məqsədi, yəni olimpiyadada uğurla keçmək məqsədi varsa, o treninqlərə çoxlu vaxt sərf etməli olacaqdır. İllərinə çoxlu illər sərf etməli olacaqdır. Yəni C variantımız düzgün cavabdır. If past simple would verb qaydasıdır. 38-ci testə baxaraq find the appropriate question form to the given sentence. Verilən cümlənin düzgün sual formasını tapmaq lazımdır. I've just fallen off my bicycle. Mən elə indicə velosipedimdən yıxılmışam. A variantı düzgün cavabdır. What's the matter? Məsələn, biz kimdənsə soruşur ki, nə baş verib? Daha doğrusu what's the matter deyil. B variantıdır. Deyir ki, biz kimdənsə soruşanda when did you fall? Sən nə zaman yıxıldın? O deyir ki, mən elə indicə yıxılmışam. Bax, just var burada. Deməli, when did you fall? İndicə yıxılmışam. Amma what's the matter olsaydı, cavab olardı ki, mən velosipeddən yıxılmışam. Ona görə də B düzgün cavabdır. C variantı, have you broken your leg? Bax, ümumi suallarda cavablarımız, bax, does'dır, şudur. Ümumi suallarda bizim cavablarımız cümlə şəklinə keçməzdən əvvəl ya yes ya da no qısa cavablarla işlənməli idi. Məsələn, yes I have, C variantında, yes I do, yes, daha doğrusu it does və yaxud da ki, yes we should. Yəni, qısa ümumi sualların cavablarında yes, no ilə biz cavablandırırıq. Xüsusi sualların cavabı isə konkret cümlə ilə ifadə olunur. Bu da B variantımız düzgün cavab olur. 39-cu testə baxırıq. You take an umbrella, it looks like it is going to rain. Deyir, görünür ki, yağış yağacaq. Yaxşısı budur ki, məsləhət verir. Yaxşısı budur ki, çətirini götürəsən. C variantı had better düzgün cavabdır. Would minddən sonra feilimiz bizim ing qəbul etməlidir. Gerund. Would preferdən sonra to gəlməlidir. Would like'dan sonra to gəlməlidir. Would rather'dən sonra to-suz feil gəlir. Amma would rather üstünlük vermək deməkdir. Burada da uyğun deyil. Sən deyir, çətir götürmək üstünlüyü verirsən. Görünür ki, yağış yağır. Xeyr. Yaxşı budur ki, çətir götürəsən, çünki görünür ki, yağış yağacaq. C düzgün cavabdır. 40-cı testimizə baxırıq. In which options the non-finite form of the verb misuse hansında feilin şəxsiz forması səhv işlənmişdir. Tried-dən sonra cəhd etmək mənasında to infinitive gəlir.
He tried to avoid answering my question. O mənim sualıma cavab verməkdən boyun qaçırmağa çalışdı. Bu düzdür. I don't fancy. Fancy'dən sonra gerund gəlir. Düzdür. Consider'dan götür-qoy etmək, düşünmək mənasında gerundla işlənir. Have you ever considered going to live in another country? Başqa bir ölkədə yaşamağı deyil, haqqında yaşamağı deyil, düşünmüsən, götür-qoy etmirsən, düzdür. Deny feilindən, inkar etmək feilindən sonra gerund gəlir, düzdür. Amma pretenddən sonra gerund gəlməz, to be olmalıdır. Ona görə Y variantımız düzgün cavabdır. Gəldik mətn suallarına. James Dean, who was born in February 8, 1931 and died on September 30, 1955, was an American actor whose film Carrie had hardly begun when he was killed in a car crash. Demək deyir ki, 1931-ci il fevralın 8-də dünyaya gələn, 1955-ci il sentyabrın 30-da dünyasını dəyişən James Dean, maşın qəzasında ölən zaman onun karyerası demək olar ki, yenicə başlamışdı. Yəni, karyerası yenicə başlayan Amerika aktyoru idi. A cult figure, even today, Dean triggered an outburst of teenage fan mania based on his second film. Demək deyir ki, bugün hətta yəni kult fiquru olan Dean öz ikinci filmində Rebel Without a Cause, in which he played the moody troubled son of deməli middle class family. Yəni özünün deyir ikinci filmi olan Səbəbsiz Üsyan filmində, hansı ki o deməli troubled, melanxolik, orta səviyyəli bir ailənin melanxolik, problemli oğlunun rolunu oynamışdı öz ikinci filmində. His first starring role, East of Eden, and his third Giant, which was completed in 1956, added to the legend. Demək deyir ki, onun ilk starring role nə deməkdir? Yəni, onun ilk başrolda oynadığı film Cənnətin Şərqi və üçüncü film Giant, yəni nəyin filmidir? Hansı ki, 1950-ci ildə tamamlanmışdı. Əfsanələr içərisinə daxil edilir, yəni əlavə edilir, yəni əfsanə filmlər arasına daxil edilir. 41-ci testə baxırıq. According to the passage, James Dean, deməli, burada deyir ki, məlumata, bu passage əsasən James Dean had to face very hard conditions during his film career. Yəni, biz onun film karyerasında çətinliklə uzlaşdığına barədə bir məlumat görmədik. Lost his mental health, ağlına, yəni əqli sağlamlığını itirdi, belə bir şey görmədik, yüzdə ikinci filmindən sonra. Was killed while a scene of his third film was being shot, yəni onun deyir, üçüncü filmin səhnəsində ateş açılan zaman öldürüldü, yəni bu da yanlışdır. Deməli, belə bir məqam üçüncü filmində 1956-cı ildə tamamlandı, amma hansı ki o 1955-ci ildə ölüb daha doğrusu dünyası dəyişib, yəni bu da yanlışdır. Was a rebellious person by nature, təbiət etibarı ilə üsyançı bir insandır, bu da yanlışdır. Had a very short acting life, bəli, çox qısa bir deməli fəaliyyət həyatı var idi, yəni onun aktyorluq həyatı belə deyək. Onun çox qısa aktyorluq həyatı vardı. Çünki bax burada da məlumat var ki, onun film karyerası yenicə başlamışdı o maşın qəzasında ölən zaman. Yəni maşın qəzasında ölən zaman karyerasını təzə başlamışdı. Deməli karyerası çox qısa olubdu. Y düzdür. We can conclude from the passage, deməli bu mətnə belə bir nəticəyə gələ bilərik ki, Dean came from a middle class family. Ümumiyyətlə orta səviyyəli bir ailədən gəldiyi haqqında bir məlumat yoxdur. Used to get moody while acting, fəaliyyət göstərən zaman belə deyək də, get moody rüyəsiz olurdu. Belə bir şey də görmədik. First appeared in the film East of Eden. İlk dəfədir, deməli, East of Eden filmində, yəni Cənnətin Şərqi filmində ilk dəfə başrolda oynamışdı aktyor kimi. Bəli, C düzgün cavabdır. Çünki, baxın, burada deyirdi ki, his first starring role. Yəni, onun ilk başrolda olduğu film East of Eden idi. Bu da ona görə də C düzgün cavabdır. Died before his third film was finished. Hayır, üçüncü filmi bitəndən sonra ölməmişdi. Artıq o üçüncü filmi bitəndə o ölmüşdü. Bu da yanlışdır. Deməli, played a racing driver in his last film. O sonuncu filmində yarış sürücüsü rolunu oynayırdı ki, bu haqqda da ümumiyyətlə məlumat yoxdur. Onun sonuncu filmi haqqında məlumat verilməyib. 43-cü testə baxırıq. From the writer's statement we understand that. Deməli, yazıcının cümləsindən, fikrindən belə bir anlaya bilərik ki, Dean's last two films were based on legends. Yəni, onun son iki filmi əfsanələrə əsaslanırdı. Bu məntiqli deyil, belə bir şey yoxdur. Dean's films caused the use of the time to rebel. Deyir ki, Dean'in filmləri dövrün gənclərini üsyan etməsinə səbəb olurdu. Bu yanlışdır.
Dean is regarded as a legend in the history of cinema. Bəli, kinoteatr tarixində əfsanə hesab olunur. C düzdür. Dean's troubles destroyed his acting career. Deyir, Dean'in problemləri onun aktyorluq karyerasını məhv etdi. Yanlışdır, belə bir şey yoxdur. Dean played his own life in his second film. İkinci filmində öz şəxsi həyatını oynayırdı. Belə bir şey də görmədik. C düzdür. 44-cü testə baxaq görək. Rise, raise hansıda səhv işlənmişdir. The government plans to raise taxes. Bilirik ki, raise təsirlidir. Özündən sonra tamamlıq gəlir. Və burada deyir ki, hökumət gələn il deməli, gələn il vergiləri artırmağı planlaşdırır. Baxın, vergiləri nəyi? Vergiləri təsirli olduğu üçün düzdür. As the sun rose, bilirik günəşin qalxması, çıxması rise-dan olur. Keçmiş zamanda da rose olur, düzdür. He raised from his chair. O stolundan raise qaldırmaq deməkdir. Yəni o stolundan raise qaldırdı yox, qalxdı olmalıydı. Ona görə də C variantı yanlışdır. Səhv verilən burada he rose olmalıydı. Stuldan qalxdı. Walk toward the window. Pəncərəyə tərəf getdi. D variantına baxırıq. The company has managed to raise its profits. Baxın, raise its profits, yəni öz mənfəətlərini qaldırmaq, artırmaq. Bu da düzdür. Çıxırıq, yəni bax bunları çıxırıq. Bizdən səhvi soruşurdu. The prices of fuel tend to rise. Bax burada deyir ki, benzinin qiyməti qalxmağa meyillidir. Qış aylarında qalxmağa meyilli olur. Bəli, təsirsiz özündən sonra bir tamamlıq gəlməyibdir. Bu da düzdür, yəni. Raise verinin səhv işləndiyi variant C variantıdır. 45-ci testə baxırıq. Agitated filminin verdiyi agitated sözünün verdiyi mənanı soruşur. Despite his calm appearance, onun sakit görünüşünə baxmayaraq, Tom was agitated when he heard the news about the accident. Bədbəxt hadisə haqqında deyir eşidəndə, o deyir əsəbi, həyəcanlı və məyus oldu. Nervous and upset deməkdir. C düzgün cavabdır. 46-cı testə baxırıq. Choose a correct reported form of the following direct speech sentence. Reported speech-ə çevrilən variantı gəlin baxaq. Mary said, I am going to London next week. Deməli, next week dəyişməlidir. Following week ilə əvəz olunmalıdır. Və baxaq, next week var. V variantına çıxırıq. Next week D, Y variantına çıxırıq. I am going isə was going ilə əvəz olunmalıdır. Was going ilə əvəz olunmalıdır. Və təbii ki, Mary qadın olduğu üçün I dəyişilməlidir. She ilə əvəz olunmalıdır. A düzgün cavabdır. She was going to London the following week. Next week də the following week ilə əvəz olunur. A düzdür. 47-ci testə baxırıq. Make up a sentence cümləni qurmalıyıq. Cümləmiz isə bu cür olmalıdır. I long feili cümlənin köməkçi feilinə sonra işlənməlidir. Və yaxud da ki, cümlənin sonunda işlənə bilər. Long ilə başlamaz. I have been waiting for you long. Mən uzun müddətdir. I have long been waiting for you şəklində də ola bilərdi. Amma ən çox işlədilən longun cümlənin sonunda olmasıdır. I have been waiting for you long. Yəni uzun müddətdir ki, mən səni gözləmişəm. B düzgün cavabdır. I have been long waiting, yəni bindən sonra işlənməz yanlışdır. You have been waiting for I, you, for me olardı məsələn. Və burada me yoxdur ümumiyyətlə. I var. I yəni cümlə I ilə başlamalıdır. You-la deyil o cəhətə görə, yəni yanlışdır. I have been waiting for you. Yəni burada fordan sonra I işlənə bilməz. For me olmalıdır. Yəni söz önlərdən sonra şəxs əvəzliyi çünki gəlməz. 48-ci testə baxırıq. Would by the would verb-dürsə, deməli digər tərəfdə past perfect olmalıdır, past simple olmalıdır. If I had more money. Əgər mən daha çox pulum olsaydı, mən yeni telefon alardım. B düzgün cavabdır. Past simple would verb. 49-cu testdə sözlərin mənalarını uyğunlaşdıraq. Reluctant həvəssiz deməkdir. Not willing or eager to do something. Nəyisə etməyə həvəsli olmayan. C. Generous əl açıq səxavətli. Willing to give or share with others deməkdir. Cautious isə ehtiyatlı tədbirli. Always careful to avoid danger. Həmişə təhlükədən uzaq gəlməsi, həmişə diqqətli olan. A variantı. C, B, A. C, B, A. Bu da B variantındadır. B düzgün cavabdır. 50-ci və sonuncu testə gəlin baxaq. Choose a sentence that best express the same idea as the original one. Yəni paraphrase testidir bu. Verilən cümlənin mənası uyğun olan cümləni tapmalıyıq. She didn't come to the party because she was ill. O da şənliyə gəlmədi çünki o xəstə idi. She didn't come to the party also she was ill. Burada ziddiyyət var. Ancaq cümləmizdə səbəbdir. Yəni o xəstə olmasına baxmayaraq şənliyə gəlmədi. Məntiqli deyil. Deməli şənliyə gəlmədi çünki xəstə idi. She came to the party but she was ill. O şənliyə gəldi amma xəstə idi. Xeyr, gəlmədi axı. Ona görə yanlışdır. She was ill, so she didn't attend the party. O xəstə idi, beləliklə də şənliyə getmədi. Bəli, C düzgün cavabdır. She wasn't ill. O xəstə deyildi, amma deyir axı xəstə idi. Ona görə bu cümlə ümumiyyətlə yanlışdır. She didn't want to go to the party. O şənliyə getmək istəmirdi. Burada istəyi ilə bağlı heç bir şey yoxdur. Hətta xəstə olmasına baxmayaraq istəmirdi. Ümumiyyətlə məntiqli cümlə deyil. Cümlədə ziddiyyət yoxdur, səbəb var. Səbəb nəticə var, belə deyək.
Ona görə də C variantımız düzgün cavabdır. Bununla da testlərin izahının sonuna gəlib çatmış olduq əziz müəllimlər. Ümid edirəm ki, bu izahlar sizin üçün faydalı oldu və yaxınlaşan sertifikasiya imtahanında hər birinizə uğurlar arzu edirəm. Uğurlar.